Masterclass yağ dəyişmədə növbəti çəkilişə gəlmişik. Təbii ki, mən öz avtomobilimin yağ dəyişməsinə gəlmişəm, amma Rəşad Usta dedi ki, bəs bizdə belə bir yenilik var. Bu barədə bəlkə də ayrı-ayrılıqda hardansa eşitmişsiniz, amma bu hələ indi tətbiq olunmağa başlayır. Bir növ artıq hər şey avtomatlaşdırılır. Yəni gördüyünüz kimi burada şərti olaraq qeyd olunur. Avtomobilin nömrəsi qeyd olunacaq. Bu həm sizə hansı usta xidmət göstərib, həm daha əvvəl hansı, yəni ümumiyyətlə məbləğ neçəyə başa gəlir. Bu mövzuda sizi təbii ki, artıq qiymət bu filialda bu qədər dedilər, bu filialda bu qədər dedilər kimi fərqlər yaranmayacaq. Orada bütün arxiv görünəcək və hətta burada belə desək insan faktoru minimuma endirilir və ona görə də Rəşad Usta biraz pul xərcləyib belə bir sistemə müraciət edib. Yəni burada hər şey qiymətinə kimi və eyni zamanda da siz hətta kağızı itirsəz belə gələn dəfə buradan artıq sistemdən hər şey aydın olacaq. Bu öz yerində və keçirik mənim avtomobilimin mühərrikinin yağının vəziyyətinə. Bu mənim üçün çox önəmlidir. Ona görə ki, ən son, xüsusilə də bu son dəfə yağ azalmalarından sonra Bardalın yeni eliksir yağından sonra vəziyyət necədir? Yağ azalması varmı? Yadınıza gəlirsə 5000 kilometr yürüşdə biz bu yağı məhz bu mənim avtomobilimdə nümunə kimi götürdük, laboratoriyaya verdik və oradakı vəziyyətə gələcəm. Amma indi artıq təxminən 9000 yürüşdən sonra vəziyyət necədir? Rəşad Usta oradan ölçü çubuğundan baxır və deyir ki, yağ azalması yoxdur. Amma bu həmin o yağdır ki, hazırda 9000 olsa da əslində 5000 yürüşdə, açığı mən də təəccübləndim, 5000 yürüşdə biz onu laboratoriyaya vermişdik və onda particles, yəni hissəciklərin miqdarının ölçülməsi hardasa 149 mikrona yüksəlmişdi. Normalda isə bu hardasa 12 mikron idi. Yəni bu qədər fərq var idi. Bu həm də o deməkdir ki, yağda ümumiyyətlə mühərrikdə aşınma var. Bax, həmin bu yağ Bardalın ən yeni seriyası, ən belə iddialı və doğrudan da ən ifadələrlə dolu olan bir yağ seriyasıdır. Rəşad Usta yenə də əmin olmaq üçün hətta aşağıdan süzmə üsulu ilə nə qədər yağ çıxdığını da görmək istəyir. Təbii ki, mən də görmək istəyirəm. Çünki bəlkə nəsə o deyil. Nəzərə alsaq ki, hər dəfə biz 1 litrdən çox azalma ilə gəlirdik. Düzdür, mənə istənilən halda maraqlıdır mühərriki nə vaxtsa açdırıb Vüqar Usta ilə bərabər orada nə var, nə yox, nə baş verir bunu görmək. Amma yenə də bax, siz burada hazırda yağ süzüldükcə nə qədər olduğunu görürsünüz. Təxminən hardasa artıq 3 litri keçmişik, 4-ə doğru gedirik və 4 litr nə qədərsə təxminən belə buradan çıxan yağ miqdarı oldu. Çünki sonra qalanını da Rəşad Usta qoydu, orada yavaş-yavaş süzüldü. Amma artıq görünür ki, burada azalma demək olar ki, yox dərəcəsindədir. Yuxarıda filtri çıxardacağıq və s. Bu nə deməkdir? Bu o deməkdir ki, Bardalın bu yeni eliksir seriyası, bəli, yağ kifayət qədər iddialıdır. Ümumiyyətlə, tamamilə yeni bir baza yağından söhbət gedir. Bunu yəqin ki, artıq bilirsiniz, bilməyənlər üçün deyirəm. Və bu yağ kifayət qədər, belə desək, özünü fəda eləyib. Biz onu həm də laboratoriyaya verdiyimizə görə artıq görürük ki, yəni bu laboratoriyadan baxanda anlaşılır ki, bu mühərrikdə aşınma var. Amma əslində həm də, bax, indiki vəziyyətdə belə mühərriki qoruma gücündə olan bir yağdır. Açığı mən gözləmirdim. Yaxşı mənada çox təəccübləndim. Filtrimizin də vəziyyəti göz önündədir. Hətta filtrin içində o xırda metal hissəciklərini Rəşad Usta göstərir ki, bax, burada aşınma gedir. Bəli, mən onu bilirəm. Aşınma müəyyən qədər var, olub, amma yenə də yağ buna baxmayaraq nə qədər özünü yaxşı göstərdi. Biraz da özüm antifriz əlavə elədim. Təbii ki, burada istənilən halda biz digər mayeləri də gözdən keçiririk və bax, gördüyünüz kimi burada 5 litrə yaxın yağımız var. Qalanı da yuxarıdan indi vurulur və təbii ki, davamı da ora süzülməkdədir. Yəni əsas məsələ mənim üçün bu yeni eliksir seriyasının hətta belə bir avtomobildə özünü necə göstərməsidir. Aydın məsələ ki, bu həm də Bardalın ən bahalı yağıdır. Yəni burada artıq bundan o tərəfi yoxdur demək olur həqiqətən də. Hərçənd ki, bunun ayrıca qatqısı var, amma bu artıq Bardalın yeni yağ seriyasıdır və mən artıq indi ikinci dəfə yenidən həmin bu yeni yağlı avtomobilimin mühərrik yağını dəyişdirirəm. Amma yenə də dediyim kimi, indi 1 aya, 2 aya nə vaxt olarsa mən özümə də maraqlıdır mühərrikin vəziyyətinə baxdırmaq üçün. Sadəcə bu yağın ən azından bax, belə bir nümunədə özünü belə göstərməsi mənə elə gəlir ki, bütün sürücülərə həm də bir növ mənim avtomobilim artıq bir test alətinə çevrilib, hər şeyi burada yoxlayıram və bu doğrudan da çox maraqlı və çox qeyri-adi bir nəticə göstərdi bizə. Yenə də 5 litr 600 milli Bardal eliksir yağı ilə yağ dəyişməni etdik. Bu dəfə uzun-uzun söhbətlərlə sizi yormaq istəmirik. Ona görə də düzdür, arada öz aramızda müəyyən məsələlərdən danışırdıq, amma yenə də Rəşad Usta hətta burada filtrdə yağ qırağında yağlamanı da göstərib dedi ki, burada əməlli başda hansı proses gedir, amma onu artıq bizə Vüqar Usta özünün mühərrik
işində təqdim eləyəcək. Təşəkkürlər. Ümid edirik ki, faydalı oldu.